Bu arada qeyd edək ki, İTV Xəbərə eksklüziv müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Azərbaycanlı həmkarımla çox məhsuldar görüş keçirdik. Xalqlarımız arasında etimadı gücləndirməli və ticarət əlaqələrimizi genişləndirməliyik. Çox yaxşı, çox məhsuldar görüşdü. Həmkarımla bir çox məsələlər barədə danışdıq. Azərbaycanlı həmkarımla çox yaxşı münasibətlərimiz var. Çox şadam ki, biz ümumi dil tapdıq və hər şey haqqında açıq danışa bildik. Emosional cəhətdən də hər şey qaydasındadır. Bu yaxşı xəbərdir. Ticarət əlaqələrimizi dərinləşdirməliyik. Xalqlarımız arasında etimadı gücləndirməliyik. Bütün bunları isə birgə səylərlə etməliyik. Bu bizim üçün, regionumuz və ölkələrimiz üçün vacibdir. Biz buna nail oluruq. Mən biz deyərkən bizi və Azərbaycanı nəzərdə tuturam. Bu tarixi fürsəti qaçırmamalıyıq. Uzun müddət yanaşı yaşamışıq, dost olmuşuq. Davam etməliyik, ticarət etməliyik. Ümid edirəm ki, bu anlayış həm Azərbaycan xalqında, həm də bir-birimizə region üçün çox şey verə biləcəyimizi anlayan iş adamlarında da var.